Salamlar, sabahınız xeyir. Saat hal-hazırda 10'dur və bu günləri biraz pul hazırlıqlarım. 12-dən 2-yə riyaziyyatdan əlavəm var, 2-dən 4-ə ingilis dilinin hazırlığım var, sonra 4-dən 6-ya riyaziyyatdan hazırlığım var. Yəni demək olar düz 6 saat hazırlıqlarda olacağam. Daha sonra isə qayıdıb təxminən 3 saat oturub 9-da onlayna girəcəyəm. 9 və yaxud 9-un yarısı və yaxud 10-un yarısı o 3 saatdan birindədir. Həmin o ərəfələrdə də mən riyaziyyatdan 3-cü sınağı yazmışam, amma Azərbaycan dili və ingilis dilindən yazmamışam. Həmin aralıqda onlardan ikisini yazıram. Sonra əgər alınsa, bir də 3-ündən də 4-cü sınağı yazaram, bu qədər. İndi isə hal-hazırda bir sinonimlər lüğətini öyrənməliyəm, bir Bünərc Nəcəfin Unit 8-ci Unit 3-ünü öyrənməliyəm və Namazov çalışmalardan rasional təhlillərin tətbiqi və məsələ həlli, bir də onun ümumiləşdiricisini işləməliyəm. Yəni çox şey eləməliyəm. Bəli, hal-hazırda saat 12-yə qalır, hazırlığa 10-15 dəqiqə falan qalıb. Əynimi dəyişim evdən çıxacağam ki, hazırlığa çata bilim. Yol yaxın 5 dəqiqəlik yoldur. Sinonimləri öyrəndim, heç səfəydə sinonimlər, onları öyrəndim. Sonra Unit 3 öyrəndim Bünərc Nəcəfdən və bir də Namazov çalışmalardan rasional təhlillərin tətbiqi və məsələ həllindən 27 dənə olmalı idi. Onları yazdım, bir də ümumiləşdirici tapşırıqlardan 16 dənə idi səfərimiz, onları yazdım. Cəmi 43-də məsələ. Oydu, yoruldum amma. İndi hazırlıqlara gedim, o hazırlıqlarda çox bir etməyəcəm. Çünki riyaziyyat hazırlığımdır, 5 addım sonra ingilis dili hazırlığımdır. Yəni aralarında məsafədə azdır deyənə bir şey eləməyəcəm. Amma hazırlıqdan çıxandan sonra bir dənə düşənə girməliyəm, orada nəsə çəkərəm. Çünki Kofedə də örgü eləməliyəm. Bu 4 gündür, 5 gün, 2-ci gündəyik. 2-dən 3-ə 1, 3-dən 4-ə 2, 4-dən 5-ə 3, 5-dən 6-ya 4 gün vaxtım var. Bazar günü imtahandır. Bu 4 gün ərzində yatmamağa çalışacağım. Çünki 20 variant sınavlarımı işləyə bilmirdim. İşləyə biləcəyi vaxtım var deyə mən işləmirdim. Ona görə 20 variantlar qalıb, o 20 variantları qurtarmalıyam. Çünki doğrudan qəşəng məsələlər var, çətin məsələlər var. Onları öyrənməliyəm, çünki çoxsunu bilmirəmmiş. Məsələn, riyaziyyatı açıram, 25 dənə sualçı, 20'sini yazıram, 5'i qalır. Toplumu həmişə yazıram, yəni arada 1-2 dənə yaza bilmədiyim olur, ya da nə bilim, güvəndə həmişə yazıram, sınavlara gedəndə orada şey olmur. Çünki onlar biraz daha rahatdır, bundan rahatdır. Bu çox çətindir. Mən dərsimiz indi başladım. İngilis dilini bitirə bildim, 3-cü sınavla, amma Azərbaycan dilini bitirə bilmədim. Dərs qutarandan sonra Azərbaycan dilini yazıram. İngilis dili bu arada səhvsiz oldu. 3-cü sınavım. Dərs qutardım. İndi Azərbaycan dilini yazacağam. Ondan qabaq da bir kofe hazırlamalıyam. Çünki yuxum gəlir və ayıq qalmalıyam. Bəli, Azərbaycan dili hal-hazırda bitdi və gözləmədiyim şəkildə Azərbaycan dilini səhvsiz yazdım. 30'da 30. Mövzu sınağı 3-dən, riyaziyyatdan dediyim kimi 4-5 dənəsini yaza bilmədim, amma sonradan izahlarına falan baxdım. Riyaziyyat doğrudan çətin idi. Bu sonra Azərbaycan dili səhvsiz, ingilis dili də səhvsiz oldu. İndi riyaziyyatdan 2 sınav işləyəcəm, amma ingilis dili və Azərbaycan dili deməyəcəm. Riyaziyyatdan 4 və 5 yazıb, bu 2 fənni deməyəcəm. Hətta ola bilər 6-ını da yazıb. Bir dəqiqə nəsə oxumaqdansa, nəsə həll eləməyi daha çox istəyirəm. Bəli, artıq bitdi. Riyaziyyatdan sınav 4'ü falan tam bitirə bilmədim. 5'ə ümumiyyətlə keçə bilmədim. Çox yoruldum, amma çünki bir də məsələ var idi, çox böyük hesablamalar falan istəyirdi. Onunla eləyənə kimi çox vaxt itirdim və çox belə həvəsimi falan öldürdü mənim test işləməyə. Ona görə bir də sabah inşallah. Sabah görüşürük. Sağ olun.